Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugünkü mövzumuz impressionizm cərəyanı haqqındadır. Videoya keçməzdən əvvəl, əgər videonu bəyənsəniz, bəyənməyi və fikirlərinizi rəylərdə qeyd etməyi unutmayın. Kanala abunə olsanız çox sevinərəm. 19-cu əsrin 90-cı illərindən etibarən Avropa musiqisində bir-birinə paralel inkişaf edən bir neçə cərəyan olmuşdur ki, bunlardan biri də impressionizmdir. İmpressionizm fransız dilindən impression sözündən əmələ gəlib ki, bu da təəssürat deməkdir. Bu ad 19-cu əsrin 70-ci illərində fransız rəssamlığında qəbul olunmuş və sonradan musiqidə istifadə edilmişdir. İmpressionizm əvvəl rəssamlıq, ədəbiyyat, sonra isə musiqidə yaranıb. İmpressionizm Fransanın rəsm sənətində Claude Monet, Edgar Degas, Edouard Manet, Alfred Sisley, Auguste Renoir'ın yaradıcılığında təmsil olunub. İmpressionist rəssamlar öz emalatxanalarından canlı təbiətin qoynuna çıxaraq naturadan çəkməyə başlamışlar. Bu rəssamların hamısını sözsüz olaraq tam impressionizmə aid etmək düzgün olmazdı. Çünki hər birinin sevimli sujet dairəsi, üslubu var idi. Lakin bunları birləşdirən rəsmi akademik incəsənətə qarşı nifrət idi. Akademistlər antik incəsənətin estetik normalarına, mifoloji və Bibliya sujetlərinə üstünlük verirdilər. İmpressionistlərə isə realistik istiqamətin mövzusu yaxın idi. İmpressionistlərin çoxu öz əsərləri üçün konkret mövzunun olmasına böyük əhəmiyyət verirdilər. Onların yaradıcılıqları üçün əsas mövzu Fransanın təbiəti, məişəti, insanları, səs-küylü Paris küçələri, kəndlilər, balıqçılar idi. Lakin rəsmi rəssamlıq dairələri impressionistləri kəskin tənqid edirdilər. Xüsusən işığın təsvirində impressionistlər yeni ştrixlər tapmışlar. Təsadüfi deyil ki, çox vaxt impressionist rəssamların rəsmlərinin əsas qəhrəmanı işıqdır deyirlər. Bu rəssamlar əvvəllər ətrafda heç kəsin görə bilmədiyi işıq effektlərini görmüş və əks etdirmişlər. Musiqi impressionizmi 19-cu əsrin 80-cı illərində meydana gəlmiş, ilk nümayəndəsi Claude Debussy idi. Debussy-nin yaradıcılığını davam etdirən, lakin eyni zamanda özünə məxsus orijinal rolu olan bəstəkar Maurice Ravel olmuşdur. Onların ilk yaradıcılıq təcrübələrini Paris Konservatoriyası və İncəsənət Akademiyasının rəhbərləri mənfi qarşıladılar. Onlar təklikdə özlərinə yol açmağa başladılar, çünki həmfikirləri yox idi. İmpressionizm termininin musiqiyə şamil edilməsində müəyyən şərtlilik vardır. Bununla belə, həqiqətən də impressionist rəssamlar, həm də impressionist bəstəkarlar oxşar mövzulara müraciət edirdilər. Yeni koloritli janr lövhələri, portretlər, peyzajlar yaradırdılar. Onların metodları da ümumi idi. Yəni rəssamlar da, bəstəkarlar da alınmış ilk təəssüratın təsvirinə meyil göstərirdilər. Daha çox miniatür formalara üstünlük verirdilər. Məsələn, rəssamlar portret, etüd, bəstəkarlar orkestr miniatürü, romans, instrumental miniatürə müraciət edirdilər. Musiqi impressionizmi fransız incəsənətinin milli ənənələri üzərində qurulmuşdu. Bizenin yaradıcılığı onlar üçün nümunə idi. Proqram instrumental musiqi və antik mədəniyyətlə maraqlanırdılar. Onların yaradıcılığına Liszt'in fortepiano musiqisi, Wagner'in son operaları, katolik musiqi böyük təsir göstərmişdir. Eləcə də İspan musiqisi onların yaradıcılığında mühüm rol oynamışdır. Lakin musiqi impressionizmini müasir fransız poeziyası hazırlamışdır. İmpressionistlər yeni ifadə vasitələri axtarırdılar. Bu da özünü lat, harmoniya, faktura, alətləşdirmədə göstərirdi. Qədim ladlarda daha çox yazırdılar. İmpressionist musiqidə simvolist poeziya, simvolizmə yaxınlıq da özünü göstərirdi. Simvolizm 19-cu əsrin 70-ci illərindən başlayaraq Avropa ədəbiyyatında, teatr sənətində geniş yayılmışdır. Simvolist poeziyaya çox müraciət olunurdu.
Belçika dramaturqu Metterlinchin əsəri əsasında Debussy Pellias və Melizianda operasını, Fransız simvolisti Paul Verlaine'in sözlərinə mahnılar, mandolina, ariettalar, Belçika mənzərələri, akvarellər, Stefan Mallarménin poeması əsasında Favın günorta istirahəti simfonik əsərini yazır. Ravel də səs və orkestr üçün Stefan Mallarménin 3 poeması əsəri, simvolistlərin şeirlərinə mahnılar yazmışdır. İmpressionizmdə romantizmin Macar, Norveç, Polyak, Çex bəstəkarlıq məktəblərinə xas cəhətləri də var idi. Melodiyanın əhəmiyyəti impressionist musiqidə zəifləyir. Bunun əvəzinə lat harmonik dilinin, orkestrləşmənin rolu artır. Bundan əlavə digər impressionist bəstəkarlar Duke, Schmidt, Roger Dukas olmuşdur. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bugünlük bu qədər. Sağ olun.